Böyük qayıdış çərçivəsində Ağdam rayonunun Xıdırlı kəndinə də köçən ilk ailələrdən biri mən olmuşam və cənab prezident tərəfindən mənə ev verilmişdi. Qarabağ Regional Dost Mərkəzi fəaliyyətə başladığı gündən mən burada işləyirəm. Gün ərzində vətəndaşları qəbul eləmək, hansı xidmət üçün gəldiklərini maraqlanmaq və onları adəti üzrə yönləndirmək mənim gündəlik iş prinsiplərimdən biridir. Aydın. İndi mən yönləndirmə əməkdaşa sizə ətraflı məlumat versin. Hərbi xidmətdə olan ailə üzvlərinizdən kimlərsə var. Zəhmət olmasa ikinci mərtəbəyə qalxın. Tarixi abidələr, tarixi yerlərə getmək, onlar haqqında müəyyən qeydlər götürmək həmişə mənim üçün maraqlı olub. Kamp qururam həftə sonları. Bu həm məni mənəvi və psixoloji cəhətdən sakitləşdirir, həm də istirahət günlərimi daha səmərəli və dəyərli keçirirəm. Hazırda Azad Qarabağda yaşayıb, Qarabağ Regional Dost Mərkəzində çalışıram. Mənim üçün bundan böyük xoşbəxtlik yoxdur.